ədədinə bölünməsindən alınan qisməti tapın deyirlər. Elə bir şey AB yazıbları. Bunların yerinə ədəddə verə bilərsiniz və yaxud da hərflərini özlərlə də yaza bilərsiniz. Fərqi yoxdur. Axırda nəticə eyni olacaq. Məsələn, burada A-ya mən 2 deyim, B-yə də məsələn 1 deyim elə. Onda belə olar da bu ədəd. 21, yəni ki, belə alınır da, 2121. Bunu artıq bölməliyəm AB, yəni AB nə deməkdir? 21-ə bölməliyəm. İndi burada da böləndə də 21-21-ə bölünür bir dəfə 21. Heç nə qalmadı. Aşağı 2-ni endirirəm, bölünmür. Yenə 1-i endirirəm. Onda bura bir 0 ataram. 21 də yenə 21-ə bir dəfə bölünür. Yəni 101 alınmış olur C variantı. Şurada bildin qaydasını. İki rəqəm verə bilərsə onlara A-ya və B-yə. Bəli, bildim.